Salam əziz 8-ci siniflər. Kaspi Təhsil şirkətinin 16 noyabr 2025-ci ildə keçirdiyi sınaq imtahanında istifadə edilən coğrafiya suallarına baxaq. Afrika materikinin şimalı və cənubu arasındakı məsafə 36 cm olarsa, bu xəritənin miqyasını müəyyən edək. Gördüyümüz qədər Afrikanın şimalı ilə cənubu arasında 72 dərəcə coğrafi enlik fərqi var. 37 dərəcə şimal və 35 dərəcə cənub, bunların cəmi 72 dərəcə edir. Meridian üzərində 1 dərəcəlik qösünün uzunluğu 111 km olduğunu nəzərə alıb, 72-ni 111-ə vuranda 7992 km edir. Həqiqi uzunluğu 7992 km olan iki məntəqə arasında xəritə üzərində 36 cm olarsa, miqyası tapmaq üçün həqiqi uzunluğu xəritdəki uzunluğa bölərik. 7992-ni 36-ya böləndə cavabımız 222 edir. Kilometrdə santimetr çevirmək üçün onun arxasına 5 dənə 0 əlavə edirik və cavabımız C variantı çıxır. Xəritənin miqyası və məzmununa görə növünü, təsvir üsullarını müəyyən edək. Burada havanın temperaturunu, hakim küləklərin istiqamətini verdiyinə görə bu xəritənin iqlim xəritəsi olduğunu anlamaq olar. Miqyası da 1/4.300.000 olduğuna görə bu miqyas da kiçik miqyasdır. Demək, izoxəttlər üsulu izoterimlərdən, izobarlardan istifadə olunduğu üçün qeyd oluna bilər. Miqyas kiçik miqyas olduğuna görə ikinci şərti götürmürük. İkinci şərtin verildiyi variantları silsək, cavabımız 1, 4, 5, 6 qalır. Ümumcoğrafi xəritə bütün məlumatların verildiyi xəritədir, amma bu yalnızca iqlim xəritəsi, deməli üçüncü şərt də yanlışdır. Keyfiyyət fonu üsulu ilə iqlim xəritəsində, misal üçün rütubətin artma ardıcıllığını göstərmək olar. İcmal kiçik miqyaslı xəritədir, doğrudur. Xüsusi tematik, yəni yalnızca iqlim xəritəsidir, doğrudur. 1, 4, 5, 6. Areal üsulu kənd təsərrüfatı xəritələrində ən çox istifadə olunan üsuldur. İcmal topografik isə orta miqyaslı xəritə olmalı idi. Cavab A variantı. Hansı məntəqələr 5 saat qurşağı vaxt fərqinə malikdir? 5 saat qurşağı vaxt fərqi 75 dərəcə coğrafi uzunluq fərqinə bərabərdir. Biz 2 dənə elə məntəqə götürməliyik ki, onların aralarında 75 dərəcə coğrafi uzunluq fərqi olsun. Variantlardan görürük ki, A variantında B və D məntəqələri göstərilir və onların arasında 75 dərəcə coğrafi uzunluq fərqi var. Cavabımız A variantı. Bir bölünsün 200.000 miqyaslı xəritə üzərinə qoyulmuş paletkada rənglənmiş ərazinin həqiqi sahəsini tapaq. Biz bilirik ki, həqiqi sahəni tapmaq üçün paletkanın damalarının sayını 4-ə bölüb xəritədəki sahəni tapırıq və miqyasın kvadratına vurub həqiqi sahəni tapa bilərik. Burada paletkanın damaları 36 ədəddir. 36. 36-nı 4-ə böləndə cavabımız 9 eləyir, yəni 9 kvadrat santimetr. Miqyasımız da 1/2 km olduğuna görə 2-nin də kvadratı 4 eləyir. 4-ü 9-a vuranda eləyir 36. Cavab C variantı. A və B məntəqələrinin yerləşdikləri saat qurşaqlarının orta meridianları arasındakı dərəcə fərqini müəyyən edək. A məntəqəsi 25 dərəcə şərq uzunluğundadır. 25 dərəcə şərq uzunluğunun hansı saat qurşağında olduğunu tapmaq üçün 25-i bölürük 15-ə. 1, qalığımız 10. Qalığımız 7,5-dən böyük olduğuna görə qismətin üzərinə 1 gəlirik. Deməli, A məntəqəsi 2-ci saat qurşağındadır. 2-ci saat qurşağının orta meridianı 30 dərəcə şərq uzunluğudur. B məntəqəsi 53 dərəcə qərb uzunluğundadır. Eyni qayda ilə, yəni 15-ə bölüb qalığın 7,5-dən kiçik və böyük olduğunu nəzərə alsaq, görərik ki, B məntəqəsi də qərb yarımkürəsində 4-cü saat qurşağındadır. Qərb yarımkürəsində 4-cü saat qurşağı, yəni 20-ci saat qurşağıdır. 4-cü saat qurşağının orta meridianı, yəni qərbdə 4-cü saat qurşağının ya da 20-ci saat qurşağının orta meridianında 60 dərəcə qərb uzunluğudur. 60-dan 30-un cəmi 90 eləyir. Cavab B variantı. Aşağıda verilən xətti miqyas hansı ədədin miqyasının qrafik təsvir edir? Gördüyümüz qədər burada 0-ın yanındakı rəqəm 2,5, xəttin sonundakı uzunluq vadi isə kilometrdir. Yəni 2,5 kilometr. Biz kilometr, santimetr çevirmək üçün o miqyası 100.000-ə vururuq ya da arxasına 5 dənə 0 əlavə edirik. 2,5-i 100.000-ə vuranda 250.000 rəqəmi alınmalıdır. Yəni cavab burada C variantıdır. Yanlış variantı seçək.
Siyasi coğrafiya dövlətlərin ərazi yerləşməsini, onların idarəetmə formasını tədqiq ediş şərti doğrudur. 19-cu əsrin ikinci yarısında David Livingstone Kongo və Zambezi çaylarını, Viktoriya şəlaləsini kəşf etmişdir şərti doğrudur. Abbasqulu Ağa Bakıxanov Amerikanın kəşfindən bəhs edən Gülüstan-ı İran deyil, Kəşfül Qəraib ya da Qəribə kəşflər əsərini yazmışdır. Deməli, bizə lazım olan cavab C variantıdır. Geomorfologiya, fiziki coğrafiya, ənəvi sahəsində şərti doğrudur. Xəritə üzərində əyri xəttlərin uzunluğunu hesablamaq üçün istifadə olunan cihaz kurvimetrdir. Doğru olmayan variantı seçək. Xəritələr miqyaslı məzmununa və əhatə etdiyi əraziyə görə qruplara ayrılış şərti doğrudur. Tematik xəritələrdə hər hansısa bir mövzu və ya hadisə daha müfəssəl təsvir olunur şərti də doğrudur. Torpaq örtüyü keyfiyyət fonu üsulu ilə təsvir edilir şərti doğrudur. Plan və topoqrafik xəritələrdə relyef areal üsulu ilə deyil, izoxəttlər, yəni izohips və ya layla rəhnəmə üsulu ilə verilir. Cavab D variantı. Yerin illik hərəkətini, sxemdəki vəziyyətini əsasən doğru ifadələri müəyyən edək. Burada gördüyümüz qədər yerin tən yarısı işıqlı, tən yarısı qaranlıq olduğuna görə bu ya yaz gecə gündüz bərabərliyi ya da payız gecə gündüz bərabərliyi günüdür. Ekvatorda günəş şüalarının düşmə bucağı 66,5 yox 90 dərəcə olmalı idi. Birinci şərt yanlış olduğuna görə birinci şərtin verildiyi variantları silirəm. Cənub yarımkürəsi daha çox istilik alır şərti yanlışdır. Çünki burada hər iki yarımkürə eyni miqdarda istilik alır. İkinci şərt də yanlışdır. C variantını da silirəm. Azərbaycanda gecə ilə gündüzün uzunluğu bərabərdir. Təkcə Azərbaycanda yox, bütün dünyada. Yəni, üçüncü şərt doğrudur. Şimal və cənub yarımkürəsi bərabər işıqlanır şərti də doğrudur. Şimal yarımkürəsində yay fəslidir. Xeyr, şimal yarımkürəsində ya payız başlayacaq, ya da yaz başlayacaq. Çünki burada verilməyibdir. 21 mart ya da 23 sentyabrdır. Günəş ekvator üzərində zenitədir şərtdə doğrudur. Cavab B variantı.